Hə, çox sağ ol. Hə, limon da var. Mən çayı həmişə limonla içirəm. Salam, mənim adım Sevdadır. Hello, my name is Sevda. And today we are learning how to use the preposition with in Azerbaijani language. Wait until the end because I'm going to give you a very important pronunciation tip. So as you know, there are no prepositions in Azerbaijani language. So the word with, ilə will go after your noun. For example, şəkər ilə, anam ilə, mən dostum ilə kinoya gedirəm, Samir Xəyalə ilə sabah görüşür. Biz dostlarımız ilə Novruz bayramını bir yerdə keçiririk. Uşaqlar küçədə top ilə oynayır. A lot of times ilə will turn into a suffix, la, la, depending on the last vowel, and you can find all about it in my vowel harmony video somewhere up here. Here are some examples for you. Mənim atam bacısı ilə danışır. O müəllimlə danışır. Mən dostumla məktəbə gedirəm. Qız pişiklə oynayır. Xalidə anası ilə dükana gedir. And now we came to the very important part, the pronunciation, because a lot of times you will see the sentences that use with spelled either with ilə, spelled separately as a postposition, or you will see it with the suffix la, la. But in reality, when we pronounce it, it sounds more like nan, nan. For example, o qələmlə yazır. So it will be spelled o qələmlə yazır or o qələm ilə yazır, but we pronounce it as o qələmlə yazır. Biz ailəmizlə səyahətə çıxmışıq. Mən dostumla kinoya gedirəm. Uşaqlar küçədə topla oynayır. O müəllimlə danışır. And here is another pronunciation tip. If your noun ends with a vowel, you will hear also the sound y added before nan or nan. Here are some examples for you. Mənim atam bacısı ilə danışır. Xalidə anası ilə dükana gedir. Vasif iti ilə oynayır. O kağızı qayçı ilə kəsir. Leyla dostları ilə mahnı oxuyur. Bugünə bu qədər. This is it for today. I hope you guys like this video and I will see you in the next video. Gələn videolarda görüşərik. Sağ olun.